Biz ailədə çox uşaqlı olmuşuq, 8 bacı, 3 qardaş. Mənim anam təhsilə çox önəm verirdi və həmişə deyirdi ki, oxumaqdan gözəl ikinci heç bir şey yoxdur. Bizim böyüdüyümüz kənddə, Veydibasar Mahalının Xalisə kəndində çox möhtəşəm bir kitabxanamız var idi. O kitabxanada demək olar ki, dünyanın bütün ölkələrindən məşhur yazarların əsərləri var idi. Mən 5-ci sinifdə oxumuşam Şamu Arifin Qınamayın məni, Əzəmət əsərini. Kəndimizə qonaq gəlmişdi Nəbi Xəzri, heç yadımdan çıxmır. Yəni onun gəlişi kəndimizdə, elimizdə, obamızda, mahalımızda böyük bir səsə səbəb oldu. Nəriman Həsənzadə qonağımız oldu. Anarın məsəl üçün Dədə Qorqud əsərini mən dəfələrlə oxumuşam. Filmlə müqayisə üçün də baxmışam ki, filmlə fərqli nədir. Abbasqulu bəyə olan sevgini bizdə yaratmışdı Fərman Kərimzadə. Bəlkə ona görə də bugün mənim yaradıcılığımda Abbasqulu bəy Şadlinskiyə həsr olunmuş tarixi mənzum romanım xüsusi bir rol oynadı və qeyd eləmək istəyirəm ki, mənim Abbasqulu bəy əsərim tamaşaya hazırlanır. Öz yaradıcılığımda da mənim demək olar ki, sevgi şeirlərim yoxdur. Nədən? Çünki biz Qərbi Azərbaycandan 88-ci ildə gəldik Füzuli rayonuna, ağrı acı ilə yaşadıq. Artıq biz qəhrəmanlıq əsərləri oxuyası olduq, qəhrəmanlıq əsərləri yazası olduq. 150 mahnının 15 kitabın müəllifiyəm. Orta məktəbdə dərsliyə hazırlanır şeirlərim. İqtisad Universitetində dərslikdə varam. SSR Xalq artisti Lütfiyə Rümanovla bizim Minnətdaram müəllim mahnımız Fransada dərslikdədir. Şəhidlərimizə ən böyük kantatanın librettosu mənimdir. Əroğlum, General Polad Həşimova həsr olunmuş əsərdir. Onda qeyd edeyim ki, 2015-ci ildə Avropa oyunları zamanı mənim Nargiləsi, Nar dənəsi, Vətənimin təntənəsi adlı şeirim müsabiqədə yer tutdu.